tələbəyə Samsung S23 modelinin ekranını karkazdan sökməyini öyrədirəm. Birinci növbədə telefonun peçin üstündən qoyuruq. Təqribən 4 dəqiqə 100-ə kimi qalxanda götürürük. Ehtiyat elədiyimiz şey burada lentlər hardadırsa, həmən lentlərin yerinə girmirik. Biri burada, biri buradadır. Bir də barmaq izinin lenti var. Əsas onlara biz girmirik. Ondan sonra da biz rahat bir yer misal üçün tapırıq. Deyək ki, baş tərəfindən geri nəzik bir kağız parçası. Elə bir kağızdır. Bu antiudarın içindən çıxan kağızdır. Əsasən bu lentdə ehtiyatlı oluruq burada. Açmağa davam edirik. Bax, bu vəziyyətdə tərtəmiz çıxdı. Biz əsasən bunu nə üçün eləyirik? Çünki bəzi telefonların ekranlarına su dəyəndə burada razyumlarda, bir də burada kondensatorlarda, rezistorlarda su qalığı olur. Biz ekranı çıxardandan sonra həmən yerləri rasvarit ilə silib ekranı təzədən yoxlayırıq. Əgər işləkdirsə, müştəri daha 180-200 manat ziyana getmir. Təqribən bunun usta xərci 30-40 manat ola bilər. Yəni 30-40 manata düzəldib müştəriyə təhvil veririk.